Selam. Bugün yine en sevdiğim günlerden birindeyiz. Bugün yine pilatese gedirik ve mənimlə birgə hazırlaşaq. Deməli, hamımızın pis saç günü olur. Mənim də bugün pis saç günümdür. Və sorsanız ki, niyə saçını yumamısan? Saçımın pH səviyyəsini qorumaq üçün 3-4 gündən bir yuyuram. Bunun haqqında yenə danışacağım. Amma bugün çox gördüyüm və mənə də maraqlı olan bir saçı yoxlayacağıq siz. Həmişə saçımı ya at quyruğu yığıram, ya da ki topuz yığıram. Buna görə bugün həm pis saç günümdür. Dedim ki, evdeydim, elə hazır gedim. Bəli, uşaq vaxtı niyə saçımız gec yağlanırdı? Çünki həftədə məktəbə gedəndə bir dəfə, yəni minimum bir dəfə saçımız yuyulurdu. Ta balaca olduğumuz vaxtlardan danışıram. Buna görə bir həftə boyunca saçımız niyə yağlanmırdı? Buna görə yağlanmırdı ki, o artıq öz pH səviyyəsini qoruyub saxlaya bilirdi. Amma biz indi 2 gündən bir gündən bir yuyuruq və saçın yağlanmasında böyük rol oynayan isti su. İsti suyla həm dərinizi qocaldır, həm saçınızın daha çox yağlandırır. Buna görə heç məsləhət görmürəm isti suyla saçınızı yumağı və yaxud da ki, duş almağı. Uzaq durmalısınız. Biz əslində saçımızı elə suyla yumalıyıq ki, bədənimizə dəyəndə həmin su biz üşüyək. Və həmçinin karbonat tozu da birinci istifadə edəndə, keçən dəfə videom çox uzun olmasın deyə danışmadım ki, part 2-də, yəni bu videomda danışaram. Yanda ilk çox codlaşmış ola bilər, süpürkə kimi deyirlər, saç elə ola bilər. Amma qorxmayın, sonra düzələcək. Sadəcə ilk 2-3 yumada elə olacaq. Daha sonra həm gec yağlanacaq, həm tökülməniz dayanacaq. Belə oldu, belə alındı. Məni tanıyanlar, yaxın ətrafım bilir ki, məktəb vaxtı mənim çox sevdiyim saç düzümü idi bu saç düzümü. Bunun bantikli versiyası. Zaman həqiqətən su misalı axır. Bunu mən videolardan gördüyüm qədərini eləməyə çalışacağım. Hər zaman olduğu kimi öz yorumumu da qatacağım. Bunu bari siz olmayacaq ki, bu videoda gördüyümüz saç deyil. Amma həyatda alınmayacaq deyə heç nə yoxdur. A few moments later. Sən alındı dostlar. Deyəsən alındı. Bəli, mən artıq nəmləndirdim üzümü. Bu havada çölə çıxmaq istəmirəm heç vaxt. Amma bu havada məni evdən çıxara biləcək tək səbəb pilatesdir. Çox sevirəm. Mental sağlamlığımı belə düzəldim. Özümü çox xoşbəxt hiss edirəm pilatesə gedəndə. Bəli. İngilis dili kursuna belə gedəndə bəzən bəhanələrə sığınırdım. Müəllim, bugün hava pisdir, gəlməyə bilərəm. Onlar bugün gəlməyib, mən uzaqdan gəlirəm. Düzdür, ora gedəndə uzaq idi. İndikindən daha uzaq idi. Hava mənim üçün həmişə bəhanə olur. Bəli. Pudranın rahatlığını öyrəşəndən sonra başqa heç nə istifadə edə bilmirəm. İllərlə bu belədir. Kontur paletim və mən ayrılmaz ikiliyə çevrilmişik. Bu işıq altında bəzən çıxıram çöldə. Cənnət mahəlləsi bömböy oxşamasam yaxşıdır. Bəli, mən artıq hazıram. Göstərim sizə. Çorablarım. Donald Duck çorablarımla. Bugün toyuq baget hazırlayırıq. Birinci kartoşkaları soyuram. Belə deyim, mən dəqiq həmişə reseptə uyğun getmirəm. Evdəki məhsullara uyğunlaşdırıram. Mən həmişə kartofu soyuram, daha sonra qaynamağa qoyuram. Budlarımızın dərisini soyacağım. Dərili sevmirik biz ona görə.
kartoşkamız da artıq hazırdır. Çox qızartmağa ehtiyac yoxdur. Kartoşkamız da burada hazırdır, ədyatlanıbdır. İndi qarışdıracağıq. Toyuğumuzu didirik. Çox da xırda etməyə ehtiyac yoxdur. Çünki kotlet kimi olduğuna görə dişə dəyən edəcəyik. Ət sümüyündən ayırdıq. Bəli, bunlara dolayacağıq. Bayaq çörəkdən özümüz hazırladığımız suxariki toz halına gətiririk. Bulayacaqlarımız una, yumurtaya və suxarik. Biz həm ağ çörək, həm qara çörək etdiyimizə görə, ona görə qaletonu rəngi biraz fərqlidir. Pendirimiz, 1 yemək qaşığı nişasta əlavə edəcəyik qarışımımıza. Deməli, öncə una bulayırıq, daha sonra yumurtaya. Bilmiyorum ama böyle zikzak şekilde yerleştiririk ki yer çatsın. Şöyle geçiyor. Bir hissəsini qızartmışıq. Baxın, çox dadlı görünür. Ümid edirəm ki, dadı da belə gözəl olar. Göz haqqınızı halal edin. Baxın. Düzdür, mən pendirini az istifadə etmişəm, amma yenə də uzanmır, çox gözəldir. Tövsiyə edirəm ki, pendirini mütləq çox istifadə edin.